Salam dostlar, bu Sərbikdə 7-ci sinif riyaziyyatdan xətti təhlillər sistemi mövzusuna baxacağıq. Geniş izah və vaxtımız çatsa topludan məsələlər izahı eləyəcəyik. Onda gəlin başlayaq. İlk olaraq birinci xətti təhlillər sistemində ilk olaraq öncəki funksiya bölməsinə biraz oxşuyur, ancaq funksiya bölməsi deyil. Biz yazırıq A1x plus B1y bərabərdir S1. Aşağıya da yazırıq A2x plus B2y bərabərdir S1. Yox, estağfurullah, S2. Aha. Bunu biz belə yazdıq. İlk olaraq burada da 3 hal var. Məsələn, burada yeganə bir kök, yeganə kök. İkincidə həlli olmayan kök. Burada həlli olmayan kök. Və üçüncüdə də sonsuz kök. Aha. Bizdə belə bir 3 hal var. İlk olaraq bu A1 və B1, A2 və B2 dəyişənlərin önündəki əmsallardır. İndi gəlin bir də baxaq. Yeganə kökdə A1 böl A2 bərabər deyil, yəni fərqlidir. B1 böl B2. Altdan həll olmayan kökdə isə A1 böl A2 bərabərdir B1 böl B2 bərabər deyil S1 böl S2. Sonsuz sayda həlli olanda isə ən asanı budur. A1 böl A2 bərabərdir B1 böl B2 bərabərdir S1 böl S2. İndi hərəsinə bir nümunə yazaq. Məsələn, yeganə kökə 2x plus 5y bərabərdir 10. Məsələn, 4x plus 15y bərabərdir 35. Aha. İndi həlləri, yəni sübutunu yazaq. Yəni isbat eləyək. Aha. İlk olaraq burada izah etdiyimiz kimi altdakı ilə 2 böl 4 bərabər deyil 5 böl 15. İndi həqqim belədir. İxtisarlarımıza aparaq. Bunlar 2'ye gedir, bunlar da 5'e gedir. Onda alınır 2'də 1 bərabərdir deyil 3'də 1. Deməli, sonsuz yeganə həlli olanda belə olur. Deməli, buna bir dənə yaşıl quş qoyaq ki, yəni bunu isbat elədik bir dəqiqə. Bunu isbat elədik. Qaraldıq. Aha. Həll olmayan kök. İkincisində də, məsələn, həll olmayan kök, məsələn, 3x plus 6y bərabərdir 18. Altdan belə şey çəkək. 6x plus 12y bərabərdir 54. Aha, indi məsələn, yenə yoxlayaq. Məsələn, altdan belə oxlar qoyaq ki, yəni bir-birinə əlaqəlidirlər. 3 böl 6 bərabərdir 6 böl 12. Buradan biraz pis çəkildi xətti. 6 böl 12 bərabər deyil 18 böl 54. Gəl yoxlayaq. Bunlar ixtisar gedir. 2'də 1 bərabərdir. 6 ilə 12 də 2'də 1 olur. Ancaq 18 54'ə böləndə bərabər deyil 3'də 1.
Gördüyün kimi bunu da sübut etdik. Bu arada onu deyim ki, bunun izahı, bizim izahı yox, bunun test versiyonu, toplu test versiyonu ayrıca bir uzun video olacaq. Onu qaçırmamaq üçün takip elə. Və sonuncu halımızı da yoxlayaq. Görək onda da alınırmı? 3. 3-də sonsuz sayda əl var. 3x plus 6y bərabərdir 12. 1,5x plus 3y bərabərdir 6. Gəlin yoxlayaq. Bundan belə ox çəkək. Yenə ox çəkək. Aha. 3'ü böl 1,5'ə bərabərdir 6'nı böl 3'ə. O da bərabər 12 böl 6'ya. Görək olurmu? 3'ü 1,5'ə böləndə 30'u böl 15'ə o da eləyir 2. Deməli burada 2 alındı. 6'ı 3'ə böləndə də 2. 12'yi də 6'ya böləndə 2. Deməli burada da düzəltəcək. Gördüyünüz kimi sizə hamısını tək-tək sübut elədim. İndi isə misallarda necə eləmək lazımdır? Yəni necə belə şey eləmək lazımdır? Sizin bu arada siz qeyd edin. Qeyd edilənsə başqa cürələrinə başlayıram. Bunu belə elədik. İndi sonra məsələn bunun da 2 dənə üsulu var həll eləmək üçün. Əvəz etmə, yox, 3 üsulu var. Əvəz etməklə, qrafiklə çalışdım bu az yerlərdə çatdırım. 3 isə əvəz etmə, qrafik, bir də toplama. Bəli, toplama üsulu ilə. İndi gəlin məsələn bir misal yazım, gəlin. Onu həm əvəz etməklə, həm qrafiklə, həm də toplama ilə baş salım. Məsələn, yox, astagfirullah. İndi məsələn misal yazıram. 3x, asan misalla başlayayım. 6y bərabərdir 54. 54. Sonra aşağıdan xətti tənliyim. 3x çıx 6y bərabərdir. Dəqiqə gözləyin. İndi gəlin davam eləyək. İndi bunu birinci əvəz etmə üsulu yazmışıqsa, əvəz etmə üsulundan yazaq. Deməli, o zaman mən 6y-mi bura keçirərəm. Eləmi? Daha asan da olsun. 3x bərabərdir 54 çıx 6y. Onda x-imi də 54 çıx 6y bölünsün 3'ə bölərəm. X-im də eləyər 18 çıx 2y. İndi bunu belə tapdım mı? Gəlib bir də yerinə qoyacam. 18 çıx 3 vurulsun. 18 çıx 2y plus 6y bərabərdir 54. Yer çatmayacaq deyilsin. Eyb yox. Çatdıracam. 3 vur 18 çıx 2y çıx 6y. Sonra isə hesablayaq. 54 çıx 6y plus 6y bərabərdir 54. Burada belə baş gözləndi. Nəysə, bunlar islah gedir. 54 çıx 6y çıx 6y bərabərdir. Burada 18 idi. 18. Burada da 18 idisə. 54 çıx 12y çıx 12y bərabərdir 72. Eyb yox, mənfi alınacaq olmasın. Mənfi 12y bərabərdir. Bir dəqiqə. Mən burada deməli tam bölünən ədad tapmadım. Y bərabərdir mənfi 1,5. Y-mi tapandan sonra gəlib x-imin yerinə qoyacam.
18 plus 3 o da bərabərdir 21-ə. İndi gəlin bunu toplama üsulu ilə izah eləyim. Bir də bunu köçürün. Aha. Köçürdünüzsə gəlin pozun bunu. Yəni yerim çatışmır çox. Sınırlı yerim var. Aha, gördüyünüz kimi birinci əvəz etməklə elədim ki, çətin birinci eləyim. Aha, indi qrafiklə də ayrı bir misal seçim. Yox, 2. 2. 4x plus 6y o eləyir, məsələn, 20. Buna 20 yazdım məsələn. Ya da yox, 24 yazdım. 4x çıx. Aha. İndi bunları yazdım. İndi ilk olaraq biz həmişə y bir tərəfdə durmalıdır. Ona görə bu səfər x-imi keçirməliyəm. Biz funksiya dərsində nə keçmişdik? Məsələn, y bərabər kx plus b düsturu keçməmişdik. Aha, indi bu düsturu gəlib burada tətbiq eləyəcəyik. İndi bunu da bura keçirəcəm. 6y bərabərdir 24 çıx 4x. 24 çıx 4x. Aha. Y bərabərdir 24 çıx 4x bölü 6. Y bərabərdir 4 çıxılsın 3-də 2x. Aha. Y-imizi belə tapdıq. Ya da bunu belə yazaq, belə praktik yolla. Mənfi 3-də 2x plus 4. Aha. Bu birinci tənlim idi. İkinci tənlimi həll edeyim. 6y bərabərdir 4 çıx 4x. Y bərabərdir 3-də 2x. Aha. Belə yazdım. Deməli, yenə y-im eyni şeyə gəlib çıxdı. Eyni şey olmadı, amma x-lər eyni oldu. Eyb yox. Qrafik qururam. İlk olaraq bu qrafikimi qururam. Mənfi 2,3x. Deməli, mənfidirsə, deməli 4. Deməli, burada 4'üm varsa, buradan da belə xət çəksəm. Aha. İlk olaraq bu buna aiddir. İndi ikinci qrafikimi seçim. Aha. Sonradan bu da müsbət alındığı üçün bu biraz belə oldu. Kəsişmirdi amma, yəni paralel kimi durur. Eybi yox, bu belə paralel durdu amma olsun. Yəni həmişə belə həll eləmək lazımdır. Və siz bu misalı mütləq həll eləməlisiniz. Həll eləməsəz, yəni cavabı tapmasaz konkret, müəllim bunu sizdə səhv götürəcək. Ona görə həmişə cavabı mütləq hesablamaq lazımdır. İndi gəlin ən asan yola, ən iç çəkimi yola, toplama üsuluna. Toplama üsulundan dünyada yoxdur. Yəni o dərəcə asan üsuldur. Aha. Dört x plus 6y bərabərdir 24. 4x çıx 6y bərabərdir 32 yazım. Aha. Aha, toplayıram. Toplayanda da adicə yəni toplayıram. 4x, 8x bunlar da islah getdi. Bərabərdir 56. X də bərabərdir 7. Sonra da y-imin yerinə 7 qoyuram 28 plus 6y bərabərdir 24. 6y bərabərdir mənfi 4. Y bərabərdir mənfi 3-də 2. Bu qədər sadə. Videomuz bu qədər idi dostlar. İnşallah gələn səfərdən sizə şey eləməyə çalışacağam. Toz toplusundan mövzu izahları salacağam. İnşallah
Sağ olun, salamat qalın.